Bəzi İslam alimləri deməli insanda iki ruhun olmasıyla bağlı çıxışlar ediblər. Məsələn, iki ruh deyəndə bu necə izah olunubdur? Mən əsasən bunu şərq filosoflarının deməli əsərlərində müzakirə mövzusu olduğunu görmüşəm. Ki, insanda duyğu üzvləri, insanın eşitmə, görmə, dad bilmə, bunlar da ikinci bir ruh hesab olunur. Bir də o bayaq haqqında danışdığımız əsas müqəddəs ruh hesab olunur. Bunu necə əsaslandırırlar? Məsələn, Peyğəmbərin hədisi var bildiyiniz kimi ki, yuxu kiçik ölümdür. Yəni, ölümü insana xatırladan bir əlamətdir. Bu sarıdan deyirlər ki, sanki insan yatarkən onun o müqəddəs ruhu bədənini tərk eləyir. O yuxu görməni də bununla əsaslandırırlar ki, hansı ki, insan heç getmədiyi, görmədiyi yerlərə yuxusunda görür və o, deməli, onun həmin ruhunun bədəni müvəqqəti olaraq tərk etdiyi məqamdır. Sadəcə olaraq ikinci ruh onun bədənini tərk etmədiyi üçün, ikinci ruhda elmi izahından biz desək, o duyğu, hiss qabiliyyətidir insanın ki, o iyi bilmə, dad bilmə, insanın tam ölməməsi baxımından ki, ruh insanın bədənini ikisi də birlikdə tərk edərkən insan ölümə qovuşur. Siz bunu necə, buna inanmaq olarmı? Yəni, insanda iki ruh mu var həqiqətən, yoxsa bir ruh mu var? Gözəl. Allah insana bir ruhdan danışır verdiyindən, amma insanın içində nəfis və ruh deyilən bir şey var. Bax, o nəfslə ruhun deməli, münasibətlərini bir qədər açıqlayardı. Çox gözəl. Ki, nəfs nədir? Ümumiyyətlə, ruhla nəfsin vəhdəti bu. Bəli. Şəms surəsi 7-ci ayətdə Allah Taala deyir ki, ona nəfsi deyir, səvva etdim, dizayn etdim, şəkilləndirdim. Amma ruhu isə üfürdümdən danışır. Allah deyir, üfürdüm. Və ayələrə baxdığımız zaman hətta Allah Taala nəfsini təskiyə edən bir zat tapacaqdır, buyurur bizə, anlanır. Deməli, nəfs çirkinlikləri, pis şeyləri insana dayanmadan təlqin edən bir varlıqdır. Amma həmən varlıq, nəfs və ruh olaraq birimiz sağ tərəfimizdə, birimiz sol tərəfimizdə, bizim vücudumuzda yerləşməkdədir. Bu vücud iki varlığı içində saxlayır hal-hazırda. Qalma səbəbləri nədir? Bildiyimiz kimi bütün hər şey enerjidən ibarətdir. Və insan vücudunda olan enerji dövranı nəfislə ruhdakından 2 dəfə çoxdur. İnsan yuxuya getdiyi zaman vücuda gələn mitokondrilərin qəbul elədiyi həmən o enerji ki var, o enerji vücudda düşür 75%-ə, yenmə başlayır. Və həmən vaxt təbii ki, insan vücudunun maqnit çəkməsi, o cəzb etməsi azalmağa başlayır. Azalmağa başladığı zaman nəfs deyilən varlıq bizim içimizdən çıxır. Və çıxdığı zaman özünə aid olan bərzəx aləminə doğru keçir. Yəni, işıq sürətindən işıq divarını aşır və keçir ora. Bizim vücudumuz isə avtomatik olaraq bir işləmə sisteminə tabi tutulur. Və ağlımız da onun komandası ilə bir yerdə gedir bərzəx aləminə və orada müəyyən bir şeyləri yaşayır. Hətta fikir versək, ölən insanları da görə bilirik. Çünki bütün öldükdən sonra nəfslər ora gedəcəklər və ora bir gözləmə yeridir. Allah da Quran-ı Kərimdə deyir ki, sizin üçün Mümin surəsi 100-cü ayətdə sərf etmirəmsə, deyir, onların arxasında bir bərzəx vardır. Həmən o bərzaq deyilən yerdə insanlar gözləməkdədirlər. Yəni, bütün nəfslər gözləməkdədirlər. Vücudlar isə təbii ki, torpağa gedir. Ruh isə daim nəfsə haqqı söyləyir. Haqqa doğru. Və əslində ruhun vəzifəsi o nəfsi tərbiyə etməkdən ötürü informasiyaları ona bildirməkdir. Haqqı ona söyləməkdir. Belə demək olarsa, insan daxilində iki qüvvənin mübarizəsi gedir. Xeyir və şər. Təbii ki, eynən eləncək. O yüzdən də bayaqlar o Nizami Gəncəvinin o xeyir və şər əsəri bir yola çıxma, bir səfəri anladır. Əslində biz doğuşdan həmən o iki varlığın mübarizəsi altındayıq. Biri sevgiyə, gözəlliyə, xeyrə doğru bizi çəkir, o birisi isə yanlışlığa doğru çəkir. O yüzdən də Allah Taala'nın göndərdiyi səmavi kitablar bizi haqqı, doğrunu bildirmək üçün bu dünyada olan bir mayaqdır. Göndərilən nəbilər, peyğəmbərlər və yaxud da Allahın seçdiyi hər hansı o müqəddəs insanlar isə həmən o resepti istifadə etmək üçün bizə gələn həkimlərdilər. Bu günləri bildiyimiz kimi apteklərdə çoxlu dərmanlar var. Amma biz xəstələndiyimiz zaman əlimizi adıb hər hansı dərmanı götürüb istifadə edə bilmərik. Dərmanlarla bərabər həkimlərə də ehtiyac var. Bəli. Ölmüş insanların ruhunun çağırılması məsələsinə toxunmaq istəyirəm. Bu spiritizma deyilən belə bir metod var ki, bu ruh çağıranlar, bu müxtəlif ölkələrdə, xüsusən qərb ölkələrində daha çox yayılıbdır. Yəni, güya ki, ölmüş insanların ruhunu çağırıb onlardan keçmişə aid bəzi məlumatlar almaq mümkündür. Nədir? Düzdür, hərçənd ki, bu İslamda bizdə bu, belə deyək, bunun əleyhinə idi İslam. Yəni ki, ruhun çağırılması, onunla əlaqəsi təması insanların mümkünsüz sayılır.
Ancaq bir məsələ var burada ortaya çıxan nədir? O inancımızda belə bir məsələ var ki, yəni cümə axşamı günləri Quran oxunur, məsələn, ölmüş insanların məzarları ziyarət olunur. Belə bir fikir formalaşıb ki, yəni ruhlar sanki gəlirlər öz keçmiş yaşadıkları mənzillərə, öz yer yurtlarına belə deyək, seyr edirlər və həmin vaxtda əgər onların haqqında yaxşı danışılırsa, onlar şad olurlar, onlara da savab yazılır, yox əgər pis fikirlər söyləyirlərsə, onlar da bədbin qayıdırlar. Əgər onu demək istəyirəm, əgər bu mümkündürsə, əgər ruhlar azad olursa, onda niyə görə də ruhu çağırıb onunla təmas qurmaq mümkün olmasın? Yəni bu barədə bir Quran-ı Kərimə baxdığımız zaman Allah Teala Mömin surəsi 17-ci ayətdə deyir ki, bu gün bütün nəfslər qazandıqları səbəbi ilə cəzalandırılır və yaxud da mükafatlandırılırlar. Deməli, cəza və yaxud da mükafat olaraq bütün məsələlər ancaq nəfsə aiddir. Hər şey nəfsin üzərində durub. Ruh isə heç bir əzaba, heç bir zorakılığa, heç bir narahatçılığa, heç bir problemə tabi tutulmur. O, necə ki, pak, kamil yaradılıb insana gəldiyi kimi, bildiyimiz kimi Allah pak bir varlıqdır. Bir adı da Sübhandır, bütün eyb və nöqsanlardan pak olan. Və Allahdan üfürilən bir varlığın zaten onsuz da çirkli və yaxud da negativ şeyləri insana verməsi mümkün deyil. Allah pak olduğu üçün ondan üfürilən də pakdır. Və o yüzden o heç bir hesaba tabi tutulmadan insan öldükdən sonra birbaşa Allaha gedir. Və qayıdır öz olduğu yerə, öz vəzifəsini yerinə yetirib Rəbbinə doğru dönür. Ortada qalan insan vücudu ilə nəfsidir. Vücud bildiyimiz kimi torpağa gedib təbii ki, nəfs bərzaq aləmindədir. Amma çağrılmaq məsələsi deyilən bir şey əslində nəfslər çağrılmırlar. Sadəcə bu bizim dilimizdə belə deyilir. Əslində insandan olan informasiyanın ona çatdırılması üçün onun ora gəlməsinə ehtiyacı yoxdur. Sadəcə olaraq bizdən çıxan enerji gedir, ona usta yetişir. Həmən günlərdə bizim göndərdiyimiz o gözəl sözlər və yaxud da hər hansı bir ayinlər, bir Yasin surəsi, nələrsə oxunması, gözəl bir iş görüb o insana hədiyyə olunması, o insana gedir çatır. Amma bunun çatması insanın qurtuluşu demək də deyil. Məsələn, əskərlikdə olan bir əskərin yanına valideynləri hər hansı bir hədiyyəni apardığı zaman həmən insanı əskərlikdən qurtarmırlar. Sadəcə olaraq müvəqqəti bir neçə saatlıq ona bir xoşbəxtçilik yaşadırlar. Bir sevinc yaşayır orada. Bəli. Yəni ruha çatır, belə demək istəyirsiniz. Nəfsə çatır. Nəfsə çatır. Axı nəfsi dünyasını dəyişmiş insanlar üçün biz bunu nəzərdə tuturuq. Təbii ki, dünyasını dəyişən bütün insanların nəfsləri bərzaq aləmindədirlər. Bəli. Və bizim buradan göndərdiyimiz hər bir şey bir enerji şəklində gedib onlara çatırlar. Amma danışığa girdikləri isə insanların o çağırma halları ki var, bunlar ancaq cinlərlə əlaqəli olan məsələlərdir. Çünki nəfis və ruhla bağlı deyil və Quran-ı Kərimə də baxsaq, Allah Teala heç bir ayətdə məsəl üçün onu təsdiqləmir ki, nəfslərin gəlib insanlarla əlaqəyə girmələri var.